suala baxıram. Deyir, sürət məxrəcinin cəmi. B-də A şəhsi olsun. Sürət məxrəcinin cəmi də 120-dir. Və bizə deyir ki, düzgün kəsir. Düzgün kəsdirdiyinə görə B də A-dan böyük olmalıdır. B də A-dan böyük olmalıdır. Qiyməti 0,5-dən kiçikdir. Yəni A bölü B kiçikdir 2-də 1-dən. Bunu çarpaz vursaq, B kiçikdir 2A-dan. B kiçikdir 2A-dan. Aha. B kiçikdir 2A-dan. Buradan A-nı tapsam, A bərabərdir 120 çıx B. Gətirib yerinə yazsam, A-nın yerinə B kiçikdir. A-nın yerinə 120 çıx B yazsaq, 2 vurulsun 120 çıx B. Buradan da 3B kiçikdir 240-dan. Aldıqca B kiçikdir 80-dən. B 80-dən kiçikdir. İndi baxaq və bir dəfədə B-ni tapıram. B bərabərdir 120 çıxa. B bərabərdir 120 çıxa. Bu dəfədə gətirib burada yerinə B-ni qoyuram. 120 çıx A kiçikdir 2A-dan. Burada da 3A böyükdür 120-dən, A da böyükdür 40-dan. Biz aldıq ki, buranı silirəm. Biz almışdıq ki, düzgün dediyinə görə B A-dan böyük olmalıdır. B-nin özü 80-dən kiçikdir. A-nın özü də 40-dan böyükdür. Deməli, bizim B və A-mız 80 və 40 arasında olmalıdır. Onda burada neçə dənə ədəd eləyir? 39 dənə. Yəni 40 ilə 80 arasında 39 dənə. Deməli, 39 dənə kəsr olacaq B bəndə. Bizə deyir ki, baxıraq 110-cu suala. 110-cu sualdakı sürəti 28 olan düzgün olmayan kəsirlərdən kəsir sayısı 0-dan böyük olanların sayını tapın. Sürət 28-dir. Düzgün olmayan kəsir dediyinə görə 28 dənə kəsir var. 28 kəsir var bizdə. Kəsir sayısı 0-dan böyük olanlar. Kəsir sayısı 0 olanlar hansılardır? Məsəl üçün, x-in yerinə 1 dursa 1-də 28. Bu elə tam olur. Görürsünüz, kəsir sayısı 0-dır. Məsələn, 2-də 28 olacaq 14. 4-də 28 olacaq 7. 7-də 28 olacaq 4. 14-də 28 olacaq 2. Və 28-də 28 olacaq 1. Deməli, hansıları 28-in bölənləri? 28-in bölənləri də 6 dənədir. Ona görə 28-dən 6 dənəsini çıxsaq, qalanlarını 22 dənə kəsirdə, kəsir isə 0-dan böyük olacaq. Bunların kəsir hissəsi, məsələn, 14-dən 0-dır. Bu 1-dən 0-dır. Bu 2-dən 0-dır. Bu şəkildə baxıram. 112-ci suala. 112-ci sualda A bərabər 1,7, 0,7. Bunu toplasam 1,7, 7, 7 sonsuz şəkildə davam ediyor. Bu da 1,7 deməkdir. B bərabərdir 0,2, 100-dəki, 1000-dəki, 10.000-dəki. Bu da, baxın, bu şəkildə gedir. Bu da 0,2 deməkdir. Yəni, ikilər dövrənir. Onda A-mız oldu 1,9-da 7. Dövrdən çıxarsaq, bu da 9-da 16. B-miz də olacaq 9-da 2. Aynı da B-nin cəmi 9-da 16 üstə gəl. 9-da 2, 9-da 18. Bu da bizə verir 2-ni.